Bunun adı qorxudur. Ola bilər deyəcəksiniz ki, başqaları qorxmur ki, onların arzuları yenə də reallaşır. Təbii ki, qorxurlar. Məsələn, mən deyirəm ki, mən maşın sürməyə qorxsam da az, ancaq mən bunu edirəm. Yəni ilk maşın sürənlər elə öyrənirlər, qorxu və sonra da adiləşir. Və əgər mənim içimdə bunun reallaşmasına mane olan qorxu varsa, çünki qorxunu bir divar kimi təsəvvür edin. Düşünün ki, arzunuz buradadır ve siz oraya gedirsiniz, onun karşısında bir maniye var, bir divar var ve onu aşmaq istəmirsiniz qorxunuzdan və yaxud da sizə çətin gəlir və yaxud da yolunu bilmirsiniz. Sadəcə divarın kənarında durub baxırsınız və təsəvvür edin ki, arzu da həmin o divarın o bir üzündədir. Bəziləri gözləyəcək, bəziləri kimdənsə kömək gözləyir, bəzisi sadəcə gözləyir, bəzisi yollar axtarır. Yəni müxtəlif şeylərlə sınayır. Yenə də reallaşmır. Mütləq onu aşmağı, o divarı keçməyin, yəni yolu var. Özümüz bilmiriksə, onu bilənlərin köməyi ilə, yəni ki, bunu edə bilərik.